Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün 26 oktyabr 2025-ci il tarixində keçirilmiş 10-cu sinif üçün informatika fənnindən OTQ sınağının izahına baxırıq. Deməli, ilk sualla başlayaq. 61-ci sualda deyilir ki, RGB standartında 255, 255, 255 rəng kodu hansı rəngi bildirir? Məlum məsələdir ki, bu ağ rəngi bildirir. Əgər 0, 0, 0 olsaydı, bu isə qara rəngi bildirərdi. Deməli, burada oldu B variantı. 62-ci suala baxaq. 62-ci sualda deyilir ki, 4 simvolluq əlifbada kodlaşdırılan ardıcıllıqda neçə müxtəlif simvol var? Burada baxın, 4 simvolluq əlifba dediyinə görə burada i 2 olur. Çünki niyə? 4 2 üstü 2-dir deyə. Üstündəki 2-ni götürdüm. 2 bit. Bu nədir? Yəni, bir simvolun miqdarı. İndi mən burada həmin bu ifadəni deməli, 2-2 ayırsam, deməli, bu şəkildə 2-2 ayırsam mən. Baxın, məsələn, buna dedim, tutaq ki, bir A. Buna dedim B. Deməli, bu da A-dır, 1-1, eyni şeydir. Bu olasıdır C. 1-0 nə idi? Buna da D deyirəm, burada 1-0 yoxdur. 1-1 yenə A idi. 0-1 B idi. 0-0 C idi. 1-1 yenə A idi. 0-0 da C idi. Müxtəlif dediyinə görə, baxın, burada C-lər eyni şeydir də. Deməli, A, B, C, D. Bunlar müxtəlifdir. Yəni, 1-1, 0-1, 0-0 və də 1-0. Deməli, neçə dənə müxtəlif oldu? 1, 2, 3, 4 dənə. Deməli, D variantı. 63-cü suala baxaq. Deyilir ki, ağ-qara standartda hazırlanmış 512 vurulsun 256 ölçülü qrafik təsvir 100 rəngçalarlı standartda hazırlanarsa həcmi neçə kilobayt artar? Deməli, burada 2 dənə həcm tapasıyam. Həcm 1, tutaq ki. Bu da həcm 2. Burada birincidə ağ-qara standartda biz bilirik ki, i 1 bitdir. Düzdürmü? 100 rəngçalarlı, amma i 7-dir. Çünki 100 necə hesablanır? 2 üstü 7 ilə 2 üstü 6-nın arasına düşür. Ona görə burada 7 böyüyü götürülənirdi. Deməli, burada olasıdır 1 bit vurulsun 512 vurulsun 256. Kilobayta çevirəndə də bunu bölürəm 2 üstü 13-ə bitdi deyə. Olur 2 üstü 9 vur 2 üstü 8 böl 2 üstü 13. Bu da olasıdır 2 üstü 17 böl 2 üstü 13. Məlum məsələdir ki, böləndə üstlər çıxılır. 17-dən 13-ü çıxıram 4. Bu da oldu 16 kilobayt. İndi burada deməli, bizim düsturumuzda A vur, B vur, i-dir. İ'miz 7-dir. 7 bit vurulsun 512 vurulsun 256. Bölünsün 2 üstü 13. Yeni kilobayta çevirirəm. Baxın, bit olanda 2 üstü 13 yazıram. Burada bayt olsaydı 2 üstü 10 yazardım. Bu da olur. Deməli, 7 vur 2 üstü 9 vur 2 üstü 8. Bölünsün 2 üstü 13'e. O da olur 7 vur 2 üstü 17 böl 2 üstü 13. O da olur 7 vur 16. 17'den 13 çıxanda 2 üstü 4 qalır. O da 16 deməkdir. 7'nin də 16'ya vuranda olur 112 kilobayt. İndi deyir ki, bu deyir nə qədər artdı? 16 idi, oldu 112. Nə qədər artdığını tapmaq üçün də 112-dən çıxıram 16-nı. 2-dən 6 çıxmaq olmur, 12-dən 6 çıxıram 6. 0-dan 1 çıxmaq olmur, qonşudan 1-dən alıram, 10-dan 1 çıxıram 96. Deməli ki, bu oldu 96 kilobayt artar cavab. 64-ə baxaq. Deyilir ki, D simvolunun 8-lik kodunu tapın. D simvolunun, baxın, onluq kodu 68-dir. Böyük D-ninki 68-dir. Baxın, bir şeyə də diqqət yetirin. A-nın, böyük A-nınki 65-dir, kiçik A-nınki 97-dir. Yəni ki, kiçik hərf böyük hərfdən onluq kodda. 32 vahid çoxdur. Deməli, mən burada kiçik D-ni tapası olsam, olasıdır 68 plus 32. Düzdürmü? Çünki kiçik hərf böyük hərfdən 32 vahid çox oldu. Bu da olasıdır 100. Kiçik D-ni tapdım 100. İndi bu 100 onluq koddur. Mən onu 8-liyə çevirəndə nə etməliyəm? 100-ü 8-lik say sisteminə çevirməliyəm. Yəni 100-ü 8-ə bölə-bölə getməliyəm. 100 8-ə bölsəm, deməli, 10-da 8 bir dəfə, 20-də 8 2 dəfə. Oldu 4. 12-də də 8
Bir dəfə. Deməli, sondan əvvələ doğru da düzsəm 1, 4, 4. Yəni D variantındakı kimi bir cavab alınır. 8-lik kodu D simvolu. Deməli, bir də üstündən keçək. Neynədik? Baxdıq ki, kiçik hərf böyük hərfdən 32 vahid çoxdur. Burada kiçik D-ni onluq say sistemində tapdıq. Onluq kodunu tapdıq. 32 gəlib. Sonra da onu 8-lik say sisteminə çevirdik. İndi 65-ci suala baxaq. Burada x-i tapmağımız tələb olunur. Biz bunu tənlik kimi də həll edə bilərik, amma belə eləmək daha yaxşıdır. 534 üstə gəlinsin 421. Alınıb 1255. Baxın, burada nə edə bilərik? 4 ilə 1-i toplayır. X-lik say sistemidir də bu. 4 ilə 1-i toplayır, 5 alır. 3 ilə 2-ni toplayır, 5 alır. Burada problem yoxdur. Bu, yəni x-in 5-dən böyük bütün qiymətlərində doğrudur. Çünki x 5 ola bilməz axı. Burada 5-lik say sistemində 5 yox. Tanışıq cavablarda 5-dən kiçik ədəd olsa biz onu siləsiydik, amma yoxdur. 5-in özü də olsa siləsiydik. Sonra 5-in üstünə 4 gəlir, 9 almır. 5-in üstünə 4 gəlir, alır 2. Yəni ki, 1 də yadda olur orada. 2-ni necə alır? Baxın, 5-in üstünə 4 gələndə əslində 9 edir. Amma həmin say sistemində 9 yoxdur deyə, həmin say sistemindən 9-dan 10 çıxır, alır 2. Deməli, burada x neçədir əslində? 7-dir, düzdürmü? 7-ni çıxır 2, qalığı da 1-i də atır qabağa. Deməli, bu 7-lik say sistemidir. 66-ya baxaq. Burada deməli, baxaq. Kilobaytla istəyir cavabı. 128 kilobayt plus 128 kilobit. Bu olasıdır, deməli. Bunun burasını təmizləyim. Aha. Bu olasıdır 128 bölünsün 8. Yəni 32 kilobayt. Bu hələ ki oldu 32 kilobayt. Bu olasıdır 0,25 megabitdir. Deməli, vurulsun 2 üstü 7, yəni megabit olduğuna görə. Megabayt olanda 2 üstü 10-a vururdu, orada bit olanda artıq 2 üstü 3 qədər azalır. Bu da olur yenə 32 kilobayt. Bir dəqiqə düzələdim mi? Bu da olasıdır 4096 bölünsün 1024-ə. O da aslında 4 kilobayt. Amma burada nəsə bir qeyri-adilik var sanki. Megabit. Hə, baxın, burada böləndə səhv eləmişəm, səhvə yol vermişəm. 128-i 8-ə böləndə 128-8-ə böləndə 32 olmur. 16 olur. Deməli, bura olası 16 kilobayt. Aha, deməli, baxın, burada. Deməli, 128 üstə gəl. Bura neçə oldu? 16 çıxılsın. 32 üstə gəl 4. Bunu da hesablayanda 128-in üstünə 16 gələndə 144 çıxılsın 32 üstə gəl 4. 144-dən 32-ni çıxıram. Olur 112, üstünə də 4 gələndə olur 116 kilobayt. Bu adi hesablamada sadəcə diqqətlə hesablamaq lazımdır. Belə deyək, hesablayan zaman diqqətli olmaq lazımdır. Sonra deməli, burada 67 və 68-ci suallara baxaq. Deməli, 67-ci sualda deyilir ki, SMYK standartında kodlaşdırılmış qrafik təsvir RGB standartında kodlaşdırılarsa həcmi necə dəyişər? Deməli, SMYK-da bilirik ki, i-miz 4 baytdır. RGB-də də belə indeksinə yazın. Bilirik ki, 3 baytdır. Baxın, indi bir şey var da, həcmindən gedir söhbət. Burada həcm bilirik ki, i-dən asılıdır, düzdürmü? Və burada baxırıq ki, i necə dəyişir? Bir vahid azalır, düzdürmü?
Bir vahid azalır. Biz bilirik ki, ümumiyyətlə riyazi qaydaya görə azalmanı tapanda çıxırıq və böyüyünə bölüb faizə çeviririk. Yəni böyük burada, böyük yəni e, ilk veriləndən söhbət gedir. Bizə ilk verilib SMYK. Deyək, 1 bayta 4 bayta bölürəm, 100%-ə vuranda alıram 25%. Düzdürmü? Burada 25%-i aldım və baxıram ki, burada bu azalma baş verdiyinə görə 25% azalacağını götürürəm. Yəni qaydaya görə. Və yaxud da burada belə bir şey də eləyə bilərik. Qrafik təsvirdir. Məsələn, mən qrafik təsvirə burada özündən A və B verərəm. Tutaq ki, A-nı qoyuram 20 yox. Məsələn, 32, B-ni qoyuram 64. Tutaq ki, düstur nədir? A vur, B vur, I. Bu düsturda həm SMYK ilə, həm RGB ilə hesablayaram. Sonra alınan həcmin dəyişməsini faizə çevirirəm. Yenə eyni şey olasıdır orada. 25% azalır cavabı olasıdır. 68-ə baxaq. Deyilir ki, həcmi 64 MB olan tam dolu diskdən 3 ədəd eyni həcmli video faylı, 4 ədəd eyni həcmli səs faylı, 2 ədəd eyni həcmli mətn faylı silindir. Mən 64 MB-dan silinir 3 dənə video, videonun baş hərfini yazdım, 4 dənə səs və 2 dənə mətn. Sonra bu diskə maksimum sayda eyni həcmdə qrafik fayllar yüklənir. Deməli, baxın, burada videonun faylı 5 MB-dır. 64 MB çıxılsın. 5 MB onda bu nə olur? 3 vur 5, 15 MB. Çıxılsın. 4 vur, səs faylı 2560 KB-dır. Bu da 2,5 MB deməkdir. 1024-ə böləndə. 4-ü də 2,5 MB-a vuranda olur 10 MB. Çıxılsın 2 dənə mətn faylı. Mətn faylı 3072 KB-dır. Bu da 3 MB deməkdir 1024-ə böləndə. Bu da olur 2 vur 3, 6 MB. Bunu çıxanda alınır ki, nə? 64-dən 15 çıxıram. 49, 39, 33 MB. İndi deyir ki, bu 33 MB-ın üzərinə maksimum sayda eyni həcmdə qrafik fayl. Yəni, x dənə qrafik fayl gəlir. Qrafik fayl gəlir. Bu diskin həcmi 64 MB-dir. Yəni, biz ən çoxu burada 64 MB-lıq nəsə yükləyə bilərik. Və qrafik faylın həcmi də 4 MB-dir. Deməli, mən bu qrafik faylın həcminin yerinə bura yazmalıyam 4 MB. Yazıram bura 4 MB. Bu da olmalıdır. Ən çoxu 64. Yəni kiçik bərabərdir 64 yazıram. Niyə? Çünki 64-dən kiçik də ola bilər. Tam bölünməsə. 64-də bərabər də ola bilər. Burada indi bunu bərabərsizlik kimi həll eləsəm, x vur 4 kiçik bərabərdə olur 64 minus 33-ə. X vur 4 kiçik bərabərdir 31-ə. X də kiçik bərabərdir 31 bölünsün 4-də 7 tam yüzdə neçə olur? 75. Belə bir şey olur. Deməli, burada x-in ən böyük qiyməti neçə olasıdır? Bu şərti ödəyən. Təbii ki, 7 olasıdır, düzdürmü? Ən çoxu 7 dənə. Hansı ki, baxın, 7-ni 4-ə vuranda 28 eləyir. 33 ilə 28-i toplayanda da 61 eləyir. Yəni, əgər burada 8 olsa, onda 64-ü keçdiyinə görə, axı deyir, 64 MB olan tam dolu diskdən. Yəni, bu 64 MB-dir və tam doludur. Deməli ki, bu 64 MB-lıq yer tutur. Ona görə də burada x-i götürdüm 7. X nə idi? Qrafik faylların sayı. Deməli, mən bura maksimum 7 dənə qrafik fayl yükləyə bilərəm. A variantındakı cavab doğru cavab hesab olundu. İndi buranı təmizləyək. Sonra 69 70 Deməli, deyir ki, 69-da rəng dərinliyini tapın. Biz bilirik ki, qrafik faylda həcm hansı düsturla tapılır? A vur, B vur, I düsturu ilə, düzdürmü? Həcmi 1024 kilobaytdır. A-sı 512-dir, B-si 1024-dür. I-ni bizdən soruşur, rəng dərinliyini soruşur. Baxın, yəni rəng dərinliyi I deməkdir, düzdürmü? İndi biz buradan bunu hesablasaq, I bərabərdir olasıdır 1024 kilobayt bölünsün
512 vurulsun 1024. O da bərabərdir. İ'ni biz bitlə tapmalı olduğumuza görə 1024'ü yazıram 2 üstü 10. Kilobaytı bitə çevirəndə olur 2 üstü 13'ə vurmalıyam. Düzdürmü? Qayda bu şəkildə. Məxrəcdə də 2 üstü 9 vur 2 üstü 10'a. Bu da bərabərdir. Burada vurulanda surətlər toplanır. 2 üstü 23 bölünsün. Aşağıda da yenə 2 üstü 19. Bu da olasıdır 2 üstü bölünəndə surətlər nə olur? Surət nə idi? Üstlər nə olur? Çıxılır. Olasıdır 4. Bu da olasıdır 16 bit. Deməli, burada olur C variantı. Əgər rəng çalarını desəydi, yazasıydıq ki, n bərabər 2 üstü 16'ya. Amma, baxın, Y variantında var. Çaşıb onu yazmırıq. Çünki rəng dərini deyəndə i'ni soruşur. Rəngçaları deyəndə n'ni soruşur. Bizdən də i'ni soruşduğu üçün C variantını tapıb götürürük. Burada da adi riyazi hesablamalar getdi. Sonra 69-70-ci sualdan deyilir. Deyilir ki, x'i tapın. Burada hər birinin onluq say sisteminə çevirək. 0, 1, 2 qaydası ilə. Burada olası da 49, üstəgəl 7, üstəgəl 2, üstəgəl. Burada olası da 12 üstəgəl 5 çıxılsın 16 çıxılsın 5. Yəni burada minus olduğuna görə artıq bu qabağında mənfi olunan mötərizə kimi açılır. X 9'luq say sistemində. Buranı hesablayıram. 49 üstəgəl 7 58 60. Yox 58 niyə? 56 58 70 75. 75-dən 16 çıxıram. Deməli 59, 5'də çıxıram 54. 54 bərabər x 9'luq say sistemində. Baxın, 54 cavabını çaşıb götürmürük. Çünki niyə? Burada 9'luq say sistemində 54. Yəni ki, burada neçə olsa bu 54'ə bərabər olar. Təsəvvür edin ki, bu 10'luqdadır, bu 9'luqda. 54'ü mən 9'luğa çevirmək üçün nə etməliyəm? Bölə-bölə getməliyəm. 54'də 9 olur 6 dəfə. 0. Tərsinə də düzəndə olur 6, 0, 9'luqda. Deməli, x 6, 0 imiş. Yəni, D variantı. 71'də deyilir ki, informasiyanın xassəsi deyil. İnformasiyanın xassəsi təbii ki də elmlilik deyə bir xassə yoxdur. Obyektivlik subyektiv fikirdən asılı olmamaqda. Tamlıq miqdarı ilə ölçülürdü. Adekvatlıq cari zamana uyğunluq idi. Etibarlıqda informasiyanın etibarlı olmasıydı. Amma elmlilik deyə bir xassə yoxdur. Sonra deməli burada 72-ci suala baxaq. Yetmişinci sualda deyilir ki, 50 simvolluq əlifbada kodlaşdırılan blok imtahanı və 100 simvolluq əlifbada kodlaşdırılan riyaziyyat və informatika nümunələrinin həcmlərinin cəmini bitkilər müəyyən edir. Deməli, burada 2 dənə həcm tapasıyam. Həcm 1 bərabərdir. 50 simvolluq əlifbada i'miz neçədir? 6'dır, düzdürmü? Çünki 50 2 üstü 6 ilə 2 üstü 5'in arasındadır və böyüyü götürülənirdi. Burada deməli, blok imtahanı sözündə neçə dənə simvol var? Sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13 dənə. Deməli, 13 vurulsun 6 bit. Bu olur 78 bit. İndi ikinci həcmi tapaq. Həcm 2. Burada 100 simvolluq əlifbada i'miz olasıdır 7. Çünki 100 2 üstü 7 ilə 2 üstü 6'nın arasındadır və böyüyü götürülənir yenə. 7 bit. Burada neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 18, 19, 20, 21, 22, 23, 24, 25. 25 vurulsun 7 bit. Bir dənə bunu təzədən sayım. Nəsə? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. 25'ten oldu. Bu da olur 175 bit. İndi bunların cəmini deyir. 175 üstəgəl 78. 5 ilə 8, 13 bir yadda. 7, 7, 14 bir yadda. 15 bir yadda. 1 də yadda 2. Oldu 253 bit. Yəni D variantı. Burada baxın bitlə soruşur.
Baytla soruşsa bu cavabı 8-ə bölərdik. Oldu Y variantı. Sonra 73 73-də. İkilik say sistemində ən böyük 5 rəqəmli ədədi, onluq say sistemində qarşılığını tapın. İkilik say sistemindəki ən böyük 5 rəqəmli ədəd 5 dənə 1-dir. Düzdürmü? Bunu da biz üstünü 0, 1, 2, 3, 4 kimi nömrələsək, görərsiniz ki, 2 üstü 4, üstəcəl 2 üstü 3, üstəcəl 2 üstü 2, üstəcəl 2 üstü 1, üstəcəl 2 üstü 0 cəmini alasıyıq. Deməli, burada bunu hesablasaq olur 16 üstəcəl 8 üstəcəl 4 üstəcəl 2 üstəcəl 1, 2 üstə 0, 1 demək. Bu da olasıdır 31. Yəni Y variantı. 74-də raster qrafik redaktorunu müəyyən edin. Deməli, raster qrafik redaktorunda bilirik ki, foto, paint ya da image bu sözlərdən birisi olmalıydı. Əsasən 99 faysallarda. Burada da baxın Photoshop sözü olduğuna görə burada deməli A variantı doğru cavab olur. Digərləri vektorun redaktorlarıdır ya da başqa proqramlardır. 75-də deyir ki, binada hər mənzil, mərtəbə və mənzil nömrəsi olmaqla ayrı-ayrı kodlaşdırılır. Hər mərtəbəsində 20 mənzil olan 10 mərtəbəli binanın bir mənzilini kodlaşdırmaq üçün cəmi neçə bit istifadə edilə bilər? Burada deməli belə də deyə bilərik biz. 20 mənzildir, 10 mərtəbədir. Deməli, burada ümumi 200 dənə mənzil var. Düzdür. Düşünərik ki, 200-də, deməli, 2 üstü 8 ilə 2 üstü 7-nin arasına düşür və burada deyərik ki, bir mənzilin kodlaşdırılması üçün 8 bit istifadə olunar. Amma bu səhv bir həll yolu olasıdır. Çünki niyə? Burada baxın, hər mənzil ayrı-ayrı kodlaşdırılır sözü var. Mərtəbə və mənzil nömrəsi ayrı-ayrı kodlaşdırılır. Deməli, bizim 10 dənə mərtəbəmiz var. Düzdürmü? 10 dənə mərtəbə, deməli 10 nədir? 2 üstü 4 ilə 2 üstü 3-ün arasında düşür. Burada deməli 4 biti götürdüm. Deməli, bir mərtəbəni mən 4 bitlə kodlaşdıra bilərəm. 20 dənə mənzil olanda bu düşür 2 üstü 5 ilə 2 üstü 4-ün arasına. Burada da deməli 5 biti götürdüm. Yəni bir mənzil 5 bit ilə kodlaşdırılır. Deməli, bir mənzilini kodlaşdırmaq üçün cəmi neçə bit istifadə olunur? Burada da 5 bitlə 4 biti cəmləyirik ümumi ayrı-ayrı olduğuna görə. Baxın, buradakı ayrı-ayrı sözünə görə. Deməli, olasıdır burada 9 bit. Cavabı doğru olasıdır B variantı. Sonra 76, 77, 78, 79 bu suallara baxaq. 76-cı sualda deyilir ki, eltac sözünün kodunu tapın. Deməli, E hərfi, baxın, E, L, T, A, C. E hərfi nədir? 0, 1, 1-dir. 0, 1, 1 ilə başlayan elə sadəcə Y variantıdır. Heç digər variantlara baxmağa ehtiyac yoxdur. Əgər 0, 1, 1 ilə başlayan digər başqa variantlar olsaydı, davamını da yazmağa ehtiyac olardı. Amma siz hər ehtimala qarşı istəsəz tamamlaya bilərsiniz. Məsələn, L hərfi 1, 0, 0-dır. T hərfi 1, 0, 1-dir. A 0, 0, 0-dır. C da 1, 1, 0-dır. Və olur Y variantı. 77-də 25 hansı say sisteminin ədədi ola bilməz? 25, yəni 2, 5 məlum məsələdir ki, 5-lik say sisteminin ədədi ola bilməz. Çünki 5-lik say sistemində 5 rəqəmi yoxdur. 5-lik say sistemində var 0, 1, 2, 3, 4. 5 yoxdur, ona görə də A variantı ola bilməz. 78-də 230 kilobit informasiyanı gigabaytla ifadə edin. Deməli, 230 kilobit. Kilobit. Bunu deyir gigabayta çevirin. Burada biz bunu biz bilirik ki, 1 gigabayt 2 üstü 20 kilobaytdır. İndi bunu bitə çevirsək, deməli, burada bunu kilobayta çevirək ən yaxşısı. 2 üstü 30-u kilobayta çevirəndə mən 2 üstü 3-ə bölməliyəm. Bitdi deyə. Bu olur 2 üstü 27 kilobayt.
Bunu da gigabayta çevirəndə neçəyə bölməliyəm? 2 üstü 20-yə. O da olası da 2 üstü 7 gigabayt. O da olası da 128 gigabayt. Deməli, nə elədim? Birinci kilobayta çevirdim. Kilobayta. Bu da kilobayta çevirəndən sonra gigabayta çevirmək üçün 2 üstü 20-yə bölürəm. Çünki 1 gigabayt 2 üstü 20 kilobaytdır. Burada olasıdır cavab D variantı. Deməli, 79-cu suala da baxaq. Deyilir ki, bu tənliyi həll edin. Deməli, 4 üstü 4x üstəgəl 1 bayt bərabərdir. 2 üstü 4x kilobayt. Bunu 2 üstü kimi yazıram. 2 üstü 2-nin üstü 4x üstəgəl 1 bayt bərabərdir. 2 üstü 4x vur 2 üstü 10 bayt. İndi baxın burada ikisi də bayt olduğuna görə mən bu baytları ixtisar edirəm. Burada alıram 2 üstü qüvvətin qüvvət olanda vurulur, açılır. 8x plus 2. Təsəvvürün ki, bu 2-ni də 4-ə vurdum. Sonra 2-ni 1-ə vurdum. Bərabərdir. 2 üstü vurulanda üstlər nə olurdu? Toplanırdı. 4x üstəgəl 10. İndi baxın, bunun aşağıları eynidir. Yəni əsasları eynidir. Deməli, üstləri də eyni olmalıdır. Mən burada deməli, nə edirəm? Bunları eyniləşdirirəm. Deməli, 8x üstəgəl 2 bərabər 4x üstəgəl 10-a. X-i bu tərəfə keçirirəm, 2-ni də bu tərəfə keçirirəm. Olasıdır 8x çıxılsın 4x bərabər 10 çıx 2. Məlum məsələdir ki, bərabərin sağından soluna, solundan sağına keçəndə işarələr dəyişir. Məsələn, 2-nin işarəsi burada plus idi, bu tərəfə keçəndə minus oldu. 4x-in qabağında heç nə yoxsa işarəsi müsbətdir, bu tərəfə keçəndə oldu mənfi. 8x-dən 4x-i çıxanda olur 4x, ondan da 2-ni çıxanda olur 8. X-i də tapanda 8-i 4-ə bölürəm və cavab da olur 2. Buradan tənliyi həll edin deyəndə x-i tapın deməkdir bu əslində. Bu da olur D variantı 2 cavabı. Deməli, 79. İndi baxaq. 80-dan 81 və 82-ci sual. Deməli, 80-cı sualda deyilir ki, Ömər ingilisindəki mətni tərcümə etdi və yoldaşlarının oxudu cümləsində Ömərin yoldaşları üçün informasiyanın hansı prosesi baş verir? Baxın, burada əsas məsələ nədir? Əslində, Ömər bunu ötürür, düzdür, oxuyursa. Amma Ömər üçün informasiyanın hansı prosesi baş verdi deyilmir. Ömərin yoldaşları üçün hansı proses baş verdi? Ömər oxuyursa, Ömərin yoldaşları nə edir? Bunu qəbul edir. Düzdürmü? Sonra 81-də bunu toplamağımızı istəyir. F, C, B üstəgəl A, F, C. 16-lıq say sistemindədir. Deməli, B ilə C. B 11-dir, C 12-dir. Toplayanda 23 olur. 23-dən 16-nı çıxıram. 7 qalıq 1. 7, 1 yadda. 12, bu da 15. 27, bir də yadda 28. 28-dən 16-nı çıxıram. 12. Yəni, C yenə qalıq 1. F 15'dir, A 10'dur. 25, 1 yadda 26. 26'dan 16'nı çıxıram 10. Yəni A yenə qalıq 1. Deməli, onun yerinə 10 yazmıram da. Təbii ki, 16-lıq say sistemində ya da 12 yazmıram. A və C yazırım. Bu da olasıdır 1A, C7, yəni A variantı. 82-ci sualda deyilir ki, bağlantı vasitəsilə 32 megabaytlıq fayl 4 megabit böl saniyə sürətlə ötürülür. Burada bunun sürətini tapaq. Yox, sürətini verir də saniyəsini tapaq. Deməli, biz bilirik ki, zamanı tapanda zamanı T ilə işarə elədim. Çünki əsasən T ilə işarə olunur. Fizikada nə idi? İngiliscəsində time sözünün baş hərfi kimi yadda saxlaya bilərik. T-ni tapanda mən həcmi bölürəm sürətə. Deməli, həcm 32 megabaytdır. Bunu bölürəm 4 megabitə. Burada deməli 32 megabayt 4 megabit. 32 megabaytı da megabitə çevirim, eyni əsasda olsun, eyni vahid olsun. 32 vur megabaytdan megabitə keçəndə, baxın, mega hissələri eynidir. Baytdan bitə keçəndə 8-ə vururam, olur belə. Aşağısı da 4 megabit. Baxın, ikisi də megabit oldu. İndi megabitləri ixtisar edə bilirəm.
Burada da 32 vur 8-i 4-ə böləndə olur 64 saniyə. Çünki mən zamanı tapırdım, axı ona görə oldu 64 saniyə. İndi deyir ki, bu zaman ərzində, yəni 64 saniyədə 64 megabaytlıq fayl hansı sürətlə ötürülər? Sürəti tapanda V bərabərdir H böl P. Yəni həcmi zamana bölürük. Həcmimiz 64 megabaytdır. Zamanımız 64 saniyədir. Deməli, 64 megabayt 64 saniyə böləndə məlum istəyir ki, 1 alınır. 1 megabayt böl saniyə. Baxın, təsəvvür edin ki, burada megabayt böl saniyənin olduğu kimi yazıram. Çünki ixtisar getmir axı bir-birini. 1 megabayt böl saniyə cavabı yoxdur. Cavabların hamısı megabitlədir. Deməli, mən burada megabaytı megabitə keçməliyəm. 1 megabaytda məlum məsələ ki, megabitə keçəndə 8 megabit böl saniyə edir. Çünki megaları eynidir deyə baytdan bitə keçəndə 8-ə vururam. O da olasıdır Y variantı. Həmin misalın cavabı oldu Y variantı. Sonra deməli 82-ni elədik. Hə. Səksən üçüncü sualda deyilir ki, rom rəqəmlərini artan ardıcıllıqla yazın. Deməli, bu nə deməkdir? 225. Düzdürmü? Bu deməkdir 500. C 100 deməkdir axı. C 100, 2 dənə 10, 5. Sonra C 100, D 500. Deməli, kiçik ədəd böyük ədədin solunda olanda bunlar çıxılır. Bu olur 410. Bu da olur 3 dənə C 300, 3 dənə 10, 30, 336. 336. Deyir ki, bunu artan sırada düz. Artan sırada deməli, ən birinci 1-i qoyuram azdan çoxa. Sonra 4-ü qoyuram, sonra 3-ü qoyuram, sonra 2-ni qoyuram. Sıramız olası da bu formada. 1, 4, 3, 2. 84-ə baxaq. Yenə artan ardıcıllıqla yaz deyir. Bunların hamısını onluq say sisteminə çevirirəm. Bu onsuz ki onluq say sistemindədir. Buna dəymirəm. Burada üstünü 0, 1, 2 kimi eləsəm bu olasıdır. 128. Burada çünki 8-in kvadratı 64 eləyir. 2-yə vuranda 128. Burada olasıdır bu. Deməli, bunun üstünü yenə nömrələsək. Bura 0 düşür. 1, 2, 3, 4, 5, 6, 7. Burada olasıdır. Deməli, 129. Çünki 2 üstü 7, 128'dir. Bu da 1, 129. Sıfırları toplayanda hiçbir şey olmur. Burada da olasıdır 0, 1 olsa. Deməli, 112, o da 12. 124. Deməli, artan ardıcıllıq olanda ən kiçiyi 4'dür. Sonra 1, 2, 3. Bu formada sıramız olur. Baxın, 124 ən kiçiyidir. Sonra 127, 128, 129. Kiçikdən böyüyə doğru sıralayıram. 85'ə baxaq. Deyir ki, informasiya proseslərini seçin. Bilir ki, informasiya proseslərimiz nədir? Qəbul, saxlanma, ötürülmə, emal. Düzdürmü? Saxlanma var, ötürülmə var, emal var. Deməli, 2, 4, 6 oldu 85-ci sualımızın cavabı. 86'ya baxaq. Onluq say sistemində verilmiş ifadənin 8-li say sistemində qarşılığını tapın. Burada 512-ni yazıram 2 üstü 9. 128'i yazıram 2 üstü 7. 64'ü yazıram 2 üstü 6. 32'ni də yazıram 2 üstü 5. Bunu toplayıb da 8-li say sisteminə çevirə bilərik. Ya da belə yazaq. Deməli, 2 üstü 9, 8'li say sistemi nə deməkdir? 2 üstü 3 deməkdir. Burada 2 üstü 3 yaratmalıyam. Deməli, 2 üstü 3'ün üstü 3 kimi yaza bilərəm. Düzdür, 2 üstü 9. 2 üstü 7'ni yazıram. 2 üstü 3'ün üstü 2 vur 2. Üstəcəl 2 üstü 6'nı yazıram. 2 üstü 3'ün kvadratı. 2 üstü 5'i də yazıram. 2 üstü 3'ün üstü 1 vur 2 üstü 2. İndi burada deməli, belə bir şey eləyək. Bu nə deməkdir? 2 üstü 3'ün üstü 3. Bir yanında
1 yanında 3 dənə 0. Düzdürmü? Bu nə deməkdir? 2 yanında 2 dənə 0. Bu da 1 yanında 2 dənə 0. Bu da 4 yanında 1 dənə 0. Yəni üsulu bu şəkildə. Bunu da toplayanda olası 0, 4, 3, 1. Yəni 1, 3, 4, 0, 8-lik say sistemində. Ya da bunu başqa hansı formada edə bilərik? Onu da yazın. Bunları toplasaq, deməli 512 üstəgəl 128 olasıdır 640. Bunun üstünə 64 ilə 32. 64 gəlirəm. 704, 32 də gələndə 736. İndi bu onluq say sistemindədir. Bunu 8-liyə çevirəndə 736-nı 8-ə bölürəm. 73-də 8 9 dəfə, 16-da 8 2 dəfə. Oldu 0. Burada bunu buradan götürüm bu tərəfə qoyun, görək eyni cavab alırıq. Sonra 92-ni 8-ə bölürəm. 9-da 8 1 dəfə, 12-də 8 1 dəfə. 11-i də 8-ə bölürəm 1 dəfə. 12-dən 8 çıxanda 4 eləyir, 3 eləmir. Deməli, bu da olur 3. Sondan əvvələ doğru düzsəm 1, 3, 4, 0. 1, 3, 4, 0. Baxın, eyni cavab alındı. Deməli ki, 2 üsulla bunu həll edə bilərik. Sonra burada da oldu 1, 3, 4, 0 cavabı. Yəni variant olmadığına görə açıq sual formasında yazılır. Yəni açıq sualdır. Sonra 87, 88, 89, 90. İndi bu ikisinə baxaq. 87-ci sualda deyilir ki, salam gənclər cümləsinin yaddaşda tutduğu həcmi tapın. Askidə bilirik ki, bir simbol 1 baytdır, Unicode-da 2 baytdır. Salam gənclər ifadəsində sonda nöqtədə var. Neçə simbol var sayaq? 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 simbol var. 14 simbol askidə 14 bayt deməkdir. Yəni 1-ə C olur. 14 bayt eyni zamanda 8-ə vuranda 112 bit deməkdir. C və Y. 14 simbol Unicode-da 28 bayt deməkdir. Və də 28 baytda 224 bit deməkdir. Bu sadə bir sual idi. Yəni ki, ASCII-də bir simbol 1 baytdır, Unicode-da 2 baytdır. Bu məntiqlə ikisini də hesabladıq. Eyni şəkildə ASCII-də bir simbol 8 bitdir, Unicode-da da 16 bitdir. Bundan da istifadə edirik. 88-ə baxaq. Ədədin üzərindəki aşağıdakı əməliyyatlar yerinə yetirilir. Deməli, ədədin üzərinə ikilik say sistemində 5 rəqəmli ən kiçik ədədi əlavə edin. İkilik say sistemindəki ən kiçik 5 rəqəmli ədəd budur. Bir yanında 4 dənə 0. Bu da 0, 1, 2, 3, 4. 16 deməkdir. Onluq say sistemini çevirəndə. Sonra alınan ədədin üzərinə 2 üstə 6 əlavə et. Yəni 64 əlavə et. Sonra 8-lik say sisteminə çevir. Daxil edilən ədəd 32-dirsə. Deməli, 32-nin üstünə nə etməliyik? İkilik say sistemindəki 5 rəqəmli ən kiçik ədədi, yəni 16-nı əlavə eləməliyik. Olur 48. Sonra bunun üzərinə 64 əlavə eləməliyik. Olur 12 bir yadda 112. Sonra deyir 112-ni 8-lik say sisteminə çevirməliyik. 112-ni 8-lik say sisteminə çevirsək, deməli çevirək. Ya da burada da çevirə bilərəm. 11-də 8 bir dəfə, 32-də 8 4 dəfə, 14-də də 8 bir dəfə. Deməli, burada olur, biraz qarışıq olduğuna görə buranı pozmaq istədim. Sondan əvvələ doğru qalıq nəticələri düzsəm, 1, 6, 0, 8-lik say sistemində. Deməli ki, 32 rəqəmin üzərinə ikilik say sistemində olan 5 rəqəmdən kiçik ədədi əlavə edib, alınan ədədin üzərinə 2 üstə 6-nı əlavə edib, sonra 8-lik say sistemini çevirəndə cavab olur 1, 6, 0, 8-lik say sistemində. İndi qaldı son 2 sualımız. Ona da baxaq və yekunlaşdıraq. Deməli, 89, 90.
89-cu sualda nə deyilir? Deyilir ki, 36 səhifəlik elektron sənədin 9-a bölünən səhifələrində SMYK standartında yığılmış 512x512 ölçüdə qrafik təsvir, digər səhifələrin hər birində Unicode standartında hazırlanmış, hər sətrində 128 simvol olmaqla 128 sətirdən ibarət mətn var. Faylın həcmini tapın. Burada yenə mən 2 dənə həcm tapıb, sonra toplu yazıyam. Həcm 1, bu da olsun həcm 2. Deməli, 36 səhifəlik sənədin 9-a bölünən səhifələrində. Neçə dənə 9-a bölünən səhifə var? Deməli, 9, 18, 27, 36. 4 dənə, düzdürmü? Deməli, 4 dənə səhifə. SMYK-da 4 baytdır. 512-ni 2 üstü 9 kimi yazıram. O birisi 512-ni də yenə 2 üstü 9 kimi yazıram. Bölürəm, megabayta. Baxın, bu da baytdır. Megabayta keçəndə 2 üstü 20-yə bölürəm. Bitdən nəyəsə keçəndə, məsələn, 2 üstü 23-ə, 2 üstü 13-ə bu şəkildə böləsiyim. Böldüm bunu. Burada alınır, deməli, bu 2 üstü 2-dir, bu da 2 üstü 2-dir. Baxın, belə üstünə yazım. Bunları toplayanda olur 2 üstü 22 bayt. Bölünsün 2 üstü 20-yə. Bunu da bilirik ki, böləndə üstlər çıxılır, qalır 2 üstü 2, o da olur 4 megabayt. Deməli, burada alındı 4 megabayt. Sonra deyir ki, digər səhifələrdə 4 dənə səhifəsini hesabladıq. Yerdə neçə səhifə qaldı? 32 səhifə. Düzdürmü? 4 dənəni çıxandı. Deməli, 32-ni yazıram. 32 vur. Unicode standartında bir simvol 2 baytdır. 128 simvolu yazıram 2 üstü 7, 128 sətri yazıram 2 üstü 7, bölürəm yenə nəyə? Megabayta keçirəm deyə, 2 üstü 20-yə. Bu da olur. 2 üstü 5, bu da 2 üstü 1, 2 üstü 6 vur, 2 üstü, bura neçə olur? 14, üstlər toplanır. Böl 2 üstü 20-yə. O da bərabər. Yenə bura olur 2 üstü 6 ilə 14, 2 üstü 20, böl 2 üstü 20. O da olur 1 megabayt. Deməli, 4 megabayt, bu da 1 megabayt. Ümumi nə qədər oldu? 4 üstə gəl, 1 oldu, 5 megabayt. Bunun cavabı oldu 5 megabayt. Bu şəkildə 2 hissədə hesabladıq onu. Sonra, son olaraq 90-cı suala baxaq. Deyilir ki, dörtlük say sistemində verilmiş bu şərti ödəyən ABCD ədədini tapın. Bilirik ki, bu 3, bu 2, bu 1, bu da 0 olmalıdır, düzdürmü? İndi yerinə qoyuram. A neçədir? 1. B neçədir? 0. C neçədir? 2. D-də 3. Bu 1023 dörtlük say sistemində olan ədədi deyir 5-liyə çevir. Bunu da birinci bir onluq say sisteminə çevirək, üstünü nömrələmək qaydası ilə. Olası da burada 4-ün kubu, 1 vur 4-ün kubu, üstəcə 0 vur 4-ün kvadratı, üstəcə 4 vur. 4 vur nə idi? 2 vur. Olmalıdır. 2 vur 4 üstü 1, üstəcə 4 vur 4 üstü 0. O da bərabərdir. Deməli, bu olasıdır 64. Bu gedəsidir 0-a. Üstəcəl 0, üstəcəl, bu nə olasıdır? 8 üstəcəl, bu da 1 deməkdir, 1-i 4-ə vuranda 4. Bu da olur, deməli, 76, onluq say sistemində. İndi bu 76-nı biz 5-lik say sisteminə çevirək. 76-nı 5-lik say sisteminə çevirsəm, deməli, nə olasıdır? 7-də 5 bir dəfə, 26-da 5 5 dəfə. 25, qalıqda 1. 15-də də 5-ə bölsəm 3 dəfə, olası da 0. Deməli, buradan burada mən bir xətaya yol vermişəm. Xəta nədir? Bura 1023 yazmışam, bura 1024 yazmışam. 1023 olanda burada 3 vur olur, burada da 3 olur, burada 75 olur. 75 olanda da birdən o təzədən hesablayaq. 75-i 5-lik say sisteminə çevirməyi. Burada çevirək hətta. Deməli, 1023, bir dənə o təzədən yazsam. 4-lük say sistemində də bunu 5-liyə çevirəndə olur 64, üstəcəl 0, üstəcəl 8, üstəcəl 3. Bu olur 75. 75-i də 5-liyə çevirsəm, 7-də 5 bir dəfə,
25'də 5 5 dəfə. Oldu 0. Bayaq 1 alınmışdı. 15'də 5'e bölündü 3 dəfə. Sondan əvvələ doğru da düzsəm, alınasıdır 3 0 0 5'lik say sistemində. Cavabımız oldu belə. Deməli, əziz şagirdlər, bu OTK sınağının 10-cu sinif üçün olan bir sınağı idi. İzahının sonuna gəldik. Ümid edirəm ki, sizdən ötürü faydalı bir izah oldu. Nəsə qaranlıq qalan bir məqam olarsa, rəy hissəsində qeyd etməyi unutmayın. Sağ olun. Gələn videolarda görüşərik.